Salam, hər vaxtınız xeyir olsun və növbəti B variantının izahını təqdim edirəm. Deyir, şəkil uyğun sözü seçin. Bəli, uşaqlar şəkildə stol şəkli göstərdiyinə görə elə doğru cavab A variantıdır. Sonra şəkilə uyğun deyir sözü seçin. Yenə şəklimiz də palto olduğuna görə bəli C variantıdır. Sonra üçüncü sualda deyir, şəkil uyğun sözü seçin. Burada da yenə narı təqdim etdiklərinə görə elə D variantı nar. Sonra mətnimiz var, oxuyaq. Leylanın dirliyi. Yay tətili idi. Leyla nənəsi Sicəyə gəlmişdi. O axşam gün batana yaxın bağa keçdi. Nənəsi bağın bir tərəfində diriş becərirdi. Leyla gələndə nənə dizlərini yerə qoyub həvəs işləyirdi. Kiçik ləklərdə müxtəlif bitkiler vardı. Onların xırda yamyaşıl yarpaqları çox gözəl görünürdü. Bunu görən Leyla heyranlıqla dedi. Nənə, sənin dirliyin necə də gözəldir. Nənə gülümsədi. Gözəldir, amma bunu çox əmək sərf etmək lazımdır. Kaş mənim də belə dirliyim olaydı. Nənə cibindən bir qədər qarışıq toxum çıxarıb Leylanın ovucuna qoydu. Götür, tezliklə sənin də gözəl bir tərəvəz ləkin olacaq. Toxumlar o qədər balaca idi ki, Leyla onları müxtəlif tərəvəzlərə necə çevriləcəyini təsəvvür belə edə bilmirdi. O soruşdu, bəs onlar nə vaxt böyüyəcək? Nənə cavab verdi tezliklə. Leyla qollarını çırmalayıb işə girişdi. Həvəs anbarın yanındakı kiçik sahəni təmizlədi, balaca çuxurları qazdı, toxumları onların içinə qoydu, üstünə su tökdü və pıçıldadı. İndi isə başlayın böyüməyə. Ertəsi səhər gözünü açar-açmaz baxa qaçdı. Torpağa dünən necə idisə, eləcə də qalmışdı. Leyla bəlkə onlara daha çox işıq lazımdır deyə düşündü və toxumların üstünə kölgə salan ağac budaqlarını çəkib digər budaqların arasından keçirtdi. Xeyli gözlədi, ancaq bunun da bir faydası olmadı. Torpaqda heç bir düzəlti görünmürdü. Səbri tükənən Leyla torpağa tərəf əyildi. Toxumlar, tez olun düzərin. Toxumlardan səs səmir çıxmadı. O biraz da yaxınlaşıb ucadan qışqırdı. Dedim, düzərin. Onun səsini eşidən nənəsi Leylanın yanına gəldi. Bu nə səsdir belə? Leyla girəkləndi. Nənə, bu toxumlar düzəlmir ki, düzəlmir. Nənə dedi. Axı sən qışqırırsan balam. Yazıq toxumlar qorxurlar. Sən onlardan çox çətin bir işi dərhal yerinə yetirmələrini tələb edirsən. Leyla təəccübləndi. Necə yəni çətin? Böyümək məgər bu qədər çətin bir işdir? Nənəsi əlini ehtiyatla torpağın üstünə qoydu. Toxumlar yerin altında çox maraqlı proseslərdən keçir. Onlardan ilkin köçücüklər çıxır. Bu köçücüklər aşağı torpağa doğru inkişaf edir. Və bu köçlər aşağı torpağa doğru inkişaf edir. Onlar sanki yol axtarırlar. Bunu səyyahların səyahətinə bənzədə bilərsən. Sonra köçlər tədricən böyüyərək bitkini torpağa bərkitməli və ona lazım olan suyu ötürməlidir. Bütün bunlar baş verəndən sonra biz torpağın üstündən düzəltiləri görə bilərik. Deməli, ilk və vacib inkişaf bizim görmədiyimiz yerdə torpağın altında baş verir. Leyla artıq torpağa tamam başqa gözlə baxmağa başladı. Torpağın dərinliklərinə doğru uzanan hər tərəfə qol budaq atan nazik kökləri xəyalında canlandırdı. Ertəsi gün qonşudan onlara Səməd adında bir oğlan qonaq gəldi. O Leylanın bağda olduğunu bilib oraya getdi. Leyla bu vaxt toxumların üzərinə düşən çöpləri təmizləyirdi. Leyla, nə işlə məşğulsan belə? Leyla fəxrlə cavab verdi. Dirlik becərirəm. Səməd qəhqəhə çəkib güldü. Bu ki sadəcə torpaq yığınıdır. Ortada nə bitki vardı, nə də düzəlti. Leyla biraz kədərləndi. Sonra nənəsinin dediklərini xatırladı və dedi, biz bunu görmürük. Ancaq köklər torpağın altında öz işini görür. Biraz keçmişdi ki, güclü yağış başladı. Damcılar torpağı döyəcələyirdi. Leyla yaman narahat oldu. Toxumları zədələcəyini düşündü. Qaçıb bir neçə köhnə taxta parçası tapdı və toxumların üstünü örtdü ki, onları yağışdan qurusun. Axşam yağış kəsdən sonra Leyla şam yandırıb toxumların yanına qoydu. Şamın ışığı torpağın üzərində parıldayırdı. Torpağı sarayıb çıldadı. Sizə nağıl oxuyacağam ki, darıxmayasınız. Ertəsi gün o yenə gəldi. Bu dəfə toxumlara şeir söylədi. Daha sonra torpaq üçün sakitcə mahnı zümzüm etdi. Torpaq sərdə susurdu, ancaq Leylanın daxilində səbdən əsər əlamət qalmamışdı. O sakitcə oturub torpaqların xışıltısına qulaq asırdı. Qəlbinə qəribə bir rahatlıq çökmüşdü. Bağda vaxt keçirməkdən zövq aldığını anlamağa başlamışdı. Beləcə bir neçə gün keçdi. Bir gün yenə toxumların yanına gəlib onların düzəlməsini gözləyərkən yuxuya getdi. Leyla, oyan, nənəsinin səsi onu yuxudan oyatdı. Bax bura, Leyla gözlərini açdı. Torpaqdan balaca düzəltilər boylanırdı. Leyla sevincdən nə ödəyəcəyini bilmirdi. Deməli, toxumlar artıq kök salıblar. Bəli qızım, artıq köklərini torpağa sancıblar. İndi isə günəşə tərəf boylanacaq və boyatacaqlar. Görürsən, onlar işi nə qədər çətindir? Bəli. Leyla dedi, böyümək doğrudan da çətin imiş. Başlayaq 4-cü suala. Deyir, Leyla toxumları harada əkdi? Kiçik dipçəklər də evin yanında, qonşu bağında, ambarın yanında, bəli. C variantı. Leylanın toxumları əkdiyi günün səhəri nə gördü? Heç nə dəyişmədiyini, yağışın yağdığını, səmanın mavi olduğunu, torpağın yumşaldığını, heç nəyini dəyişmədiyini gördü. Yəni, burada A variantıdır. Sonra Leylanın dilindən verilmiş hansı cümlədə onun məyus olduğu hiss olunur?
İndi isə başlayın. Bəlkə onlar daha çox işıq lazımdır. Toxumlar tez onu cücərir. Nənə bu toxumlar cücərmir ki, cücərmir. Yəni uşaqlar, orada niyə Leyla nə idi? Nəyə görə məyus olmuşdu? Çünki artıq o gəlib görürdü ki, nədir? Toxumlar cücərmir. Yenə öz axarında öz necə deyim, deyir ki, nə inkişaf var, nə bir şey və o da deyir nə toxumlar nə cücərmir ki, nə cücərmir. Yəni ki, burada uşaqlar D variantıdır. Sonra 7-ci suala baxaq. 7-ci sualda deyir ki, Leyla ağacın budaqlarını niyə kənara çəkdi? Toxumlara işıq düşsün deyə. Bəli, uşaqlar A variantıdır. Yazıq toxumlar qorxurlar ifadəsi nənə əslində nə demək istəyirdi? Onlar səsdən zədələnə bilər. Onlar mehriban danışan tez bilirlər, səs-küydə böyüyə bilmirlər. Bizə nə istəyir? Bizə istəyir ki, uşaqlar. Nənəsinə nə demək istəyir? Onlar səsdən zədələnə. Onlar mehriban danışan tez böyürlər. Onlar səs-küydə böyüyə bilmirlər. Qışqırmaq onların böyüməyinə kömək etmir. Bəli, D variantı. Burada D olacaq. Nənənin sözlərindən sonra Leylanın torpağa münasibəti necə dəyişdi? Səbirlə gözlədi. Bəli, uşaqlar torpağa qulluq edərək səbirlə gözlədi. Bunu kim yazıbsa düz yazıb. Səməd Leylanın sözlərinə niyə güldü? Çünki Leyla dediyi yer ancaq torpaq idi. Bəli, C variantı. Güclü yağış Leylada toxumlarla bağlı hansı düşüncəni formalaşdırmışdı? Burada deyir ki, uşaqlar, bax, təbiət hadisəyə bir kişiyə fayda verdiyinə əmin oldu. Xeyr, yağış yağanda o narahat oldu, qorumalı oldu. Gəldi taxtadan falan ona qorumaq üçün nəsə tikdi. Mətndə vermiş o sakitcə oturub yarpaqların şıltısına qulaq asırdı cümləsi. Leylanın duyğuları haqqında bizə hansı fikri formalaşdırır? Bu fəaliyyətdə və bağda olmaqdan zövq almağa başlamışdı. Bəli, uşaqlar A variantı idi. Sonra düzəltilər görəndə Leyla nəyə alınladı? Toxumların artıq torpağa kök saldığını, bəli, elə A variantı. Nənənin mətnindən sonunda görürsən, onların işi nə qədər çətindir, fikri nəyə göstərir? Yəni ki, yazıb ki, ağac budaqlarının böyümə prosesini, toxumların cücərənə qədər keçdiyi inkişaf prosesini, bəli, D variantıdır. Burada cavab D-dir, uşaqlar. Hekayədə müəllif hansı ideyanı çatdırmaq istəyir? İnkişaf üçün səbir və zəhmət lazımdır, bəli, A variantı. Sonra nənə toxumları səyyahlara bənzədir. Mətndə bu bənzətməni əsaslandıran cümləni seçib yazın. Deyir ki, onlar toxumlar torpağın altına xeyr aşırlar. Bu kimi yazıbsa bu səhv fikirdir. Deyir ki, bura baxın. Uzun yoldan keçir, uzun prosesdən keçirlər. O Leylaya danışmaq istəyəndə bura baxın, nənəsi gəlib deyir, ilk və vacib iş bizim gördüyümüz yerdə torpağın altında baş verir. Baxın, deyir ki, bunu səyyahların səyahətinə də bənzədə bilərsən. İlkin köçüklər deyir, bu köçlər aşağı torpağa doğru inkişaf edir. Onlar sanki yol axtarırlar. Bax, bunu oraya yazmalıydı. Yəni, bu hansı şagird yazıbsa, bu kitabçanı, yəni ora o cümlə olmalıydı. Sonra canlıların dili. Deyir, bir çox canlılar, məsələn, arılar, termitlər, delfinlər və başqaları bircə həyat tərzi sürürlər. Bu canlılarda ünsiyyət həyatı əhəmiyyət daşıyır. Ünsiyyət qurmaq onları bircə qida tapır, yuva qurur, təhlükə haqqında bir-birinə xəbər ötürür, kollektivdə nizam-intizamı qoruyurlar. Arıların həyat tərzi bu baxımdan maraq doğurur. Arılar birlikdə koloniya şəklində yaşarlar. Koloniyanın üzvləri arasında dəqiq iş bölgüsü mövcuddur. Ana arı nəsil artırmaqla məşğul olur. İşçi arılar çiçəklərdən nektar toplayır, keşikçi arılar isə pətəyi qoruyurlar. Bu işləri nizamlı şəkildə qorumaq üçün koloniya üzvləri ünsiyyət bacarığına malik olmalıdırlar. Eşitmək üçün onlar balaca pəncələrindən istifadə edirlər. Bəs arılar bir-biri ilə necə danışırlar? Hərdən belə bir ifadə işləyir ki, arı kimi vızıldar. Yəqin bu ifadəni işlədənlər bilmirlər ki, arılar heç vaxt boş-boşuna vızıldamırlar. Alimlər onları arı vızıltısı növü qeydə alıblar. Müəyyən ediblər ki, arılar vızıldamaqla bir-birinə məlumat ötürürlər və hər bir vızıltının öz mənası var. Məsələn, arının vızıltısından onun nə qədər nektar topladığını bilmək olur. Tərəkküz etdikdə vızıltı güclənir. Tərəkküz sovuşduqda isə dalğavari vızıltı eşidilir, yəni səs bir neçə dəfə qalxıb enir. Arı hətta uçmadan oturduğu yerdə də vızıldaya bilər. Vızıltı necə yaranmasında maraqlıdır. Əvvəllər alimlər güman edirdilər ki, bu səs arının gövdəsində yerləşən çoxsaylı nəfəs dəliklərindən çıxır. Amma son araşdırmalar göstərir ki, vızıltının əsas mənbəyi qanadlarının hərəkətidir. Həyəcanlanmış arı bir saniyədə 500 dəfəyə qədər qanad çala bilər. Arıların ünsiyyətin daha bir maraqlı forması rəqs dilidir. Kəşfiyyat aparan işçi arı qida mənbəyini tapdıqdan sonra pətəyə qayıdır və rəqs edir. Pətənin üzəri ilə müxtəlif tərəflərdə uçur və bu rəqs vasitəsi o digər arıların qidalının hansı istiqamətdə və nə qədər uzaqlıqda yerləşdiyini bildirir. Bu arıların kollektiv şəkildə qida toplaması imkan yaradır. Ünsiyyət baxımından maraq doğuran həşəratlardan biri də termitlərdir. Onlara bəzən ağ qarışqalar deyilsə də əslində termitlər tarakanlarla qohumdur. Termitlər dəstə halında yaşarlar. Termit dəstəsinin dəqiq quruluşu var. Kraliça adlanan ana termit,
işçi termitlər və əsgər termitlər. Cəmi 1 sm uzunluğu olan həşəratlar hündürlüyü 4 metrə çatan yuva tikirlər. Bu yuvanın çox mürəkkəb quruluşu olur. Otaqlar, dəhlizlər, havalandırma sistemi. Termitlər bir-biri ilə ünsiyyətə girə bilməsələr, sözsüz bu cür nəhəng yuvanı tikə bilməzlər. Termitlər əsasən qoxu və toxunma hərəkətlərlə bir-birinə xəbər ötürürlər. Qida tapan termitin bədən qoxulu maddə buraxır. Bu qoxu vasitəsi o qidanın yerini başqa termitlərə bildirir. Təhlükə hiss etdikcə isə termitlər başlarını yuvalarının divarına vuraraq titrəyiş yaradırlar. Təbiətdə insanlardan sonra mürəkkəb və inkişaf etmiş ünsiyyət sisteminə malik canlılardan biri də delfinlərdir. Delfinlər sürü şəklində yaşayırlar. Hər sürüdə 20-30 fərd olur. Onlar bircə ov edir, balaları qoruyur, xəstə və zəif üzvlərə kömək edirlər. Delfinlərin ünsiyyəti əsasən səs siqnalları və bədən hərəkətləri vasitəsilə baş verir. Onlar su altında müxtəlif səslər çıxarırlar. Bu səslərin hər birinin öz funksiyası var. Məsələn, fit səsləri bir-birinə çağırmaq, xəbər ötürmək üçündür. Cırıltıya bənzər səslər isə bu heyvanların sevinç, həyəcan kimi hisslərini, necə də təhlükə haqqında xəbərdarlıq mesajını ifadə edir. Bundan başqa delfinlər bədən dili, quyruq hərəkətləri və suda tullanmaqla dostluq, mehribanlıq kimi emosiyaları ötürürlər. Beləliklə, canlıların ünsiyyət bacarığı onların kollektiv həyatının əsasını təşkil edir. Məhz ünsiyyət sayəsində onlar bir yerdə nizamlı və təhlükəsiz şəkildə fəaliyyət göstərilir. İnformativ mətn idi, maraqlı idi, məlumatlar çox idi. İndi isə keçək sualların izahına. Deyir, arılarda vızıltı səsi nəyin hesabına yaranırdı? Uşaqlar, arılarda vızıltı səsi nəyin hesabına yaranır? Qanatların sürətli hərəkətinə. Yəni ki, burada doğru cavabımız pəncələrini xeyir aşağılar. Bu deyil. Burada doğru cavabımız C variantıdır. Arıların rəqsliyi nəyi bildirir? Qidanın yerini. Bəli, B variantı düz yazıb 18-də. Təhlükə bitdikdə arılar koloniya üzərini necə sakitləşdirirlər? Burada artıq dalğavari vızıltı səsi ilə, yəni D variantı. Bunu artıq səhv yazıblar. Arı koloniyasında ana arının vəzifəsi nədir? Uşaqlar, nə edana nəsli artırmaq, yumurta qoymaq, yəni D variantı. Sonra, hansı bölgə həm arılara, həm də termitlərə aiddir? Ana və işçi yazıb, bəli, elə C variantı düzdür. Mətnə əsasən haqqında danışılan canlıların ortaq xüsusiyyəti hansıdır? Səslər vasitəsilə xəbər ötürmək yazıb A variantı. Aşağılar səslər vasitəsilə xəbər ötürmək hamısına aid edə bilmərik. Orada məsələn birlikdə yaşamaq. Görürsən, hamısı deyir qrup halında yaşar, 20-30 fərd. Hamısı birlikdə yaşamaq, ona görə doğru cavab C variantı olacaq. Mətnə əsasən doğru fikirləri deyir seçin. Arılar pəncələri ilə eşidirlər. Delfinlər yardımsevər heyvandırlar. Termitlər qarışqalarla, xeyr, tarakanlarla, arılar yalnız uçarkən vızıldayır, xeyr. Uşaqlar 2, 4, yəni B variantı düz yazıb. Aşağıdakılardan hansı delfinlərin ünsiyyət vasitələridir, deyir. Fit səsi, cırıltı səsi, bədən dili. Bəli. Yəni A variantı. Düzgün fikirdir. Sonra hansı sualın cavabını mətndən tapmaq mümkündür? Delfinlər cırıltı səsini necə çıxardırlar? Aşağıları yazıb 25-ə D variantı. Burada mətnimizdə elə bir şey tapa bilmərik. Delfin sürüsündə neçə delfin olur? Bəli, deyir ki, orada nədir? 25-30 fərd olurlar. O haqda məlumat var. Mətndə əsasən bunlardan hansı canlılar ünsiyyət vasitəsi deyil? Bəli, B variantı. Düzdür yazıb. Burada B-dir. Hansı fikir mətnin əsas ideyasını daha yaxşı göstərir? Yazıb canlıların həyat tərzini biləndə onlarla asan ünsiyyət qurmaq olur. Biz niyə ünsiyyət qururuq ki, onlardan? Xeyr, uşaqlar. Bütün canlıların ünsiyyət vasitələri eynidir. Bu heç. Ünsiyyət canlılar bircə yaşayış üçün vacib şərtdir. Ünsiyyət, bəli, ünsiyyət olmasaydı onlar o qədər yuvalar tikə bilməz və ya qida tapıb bircə öz təhlükəsizliklərini qoruya da bilmək asan olmazdı. Mətn haqqında hansı fikir daha doğrudur? Mətn məlumat xarakterlidir. Bəli, bəli. Bu düzdür. D variantı. Müəllif mətnin sonunda beləliklə sözlə başlayan abzaslarına nə məqsədlə verilib? Mətnin əsas fikri ümumiləşdirməklə. Bəli, uşaqlar. A variantı. Burada səhv yazıb artıq. Mətndə hansı heyvanların ünsiyyət vasitələri haqqında danışılır? Arılar, termitlər, delfinlər. Bəli, bunda düz yazıb. Ən az ikisini qeyd edin, üçünü də qeyd edib düzdür. Keçək indi riyaziyyat suallarına. Baxaq görək riyaziyyat suallarımız nədir? Deyir, baba 18 dəftər və 24 qələmi bütün nəvələr arasında payladı ki, hərəyə eyni sayda qələm və eyni sayda dəftər düşsün. Babanın nəvələrinin sayı aşağıdakılardan hansıdır? Aşağılar 18 və 24-də bölünən ədəd. Baxaq ki, 4 variantlarına tapa bilərsən. Xeyr, bölünməyəcək. 9-da 10 kimi, 12-də 10 kimi, 6, bəli,
B variantı. Deyir Seymur anasına və bacısına bir dənə ekran mən yerə bölüm. Bəli uşaqlar, deyir ki, Samir anasına və bacısına Qadınlar Günü münasibətilə eyni növ güldən hazırlanmış gül dəstəsi aldı. O bacısı üçün aldığı gül dəstəsinin 21 manat, anası üçün aldığı dəstəyə isə bundan 12 manat çox pul, yəni 36 manat da anasına pul aldı. Bir gülün qiyməti 3 manatdır. 36 manat deyir 3 manatdır. Seymurun anası üçün aldığı gül dəstəsində neçə ədəd gül var? Daha doğrusu aşağılar 21, 12, 33 manat eləyir. 33-də də gül dəstəsi necə? 33 manat eləyirsə, bir gülün qiyməti də 3 manatdırsa, 11 dənə gül var. Bəli, elə bunu düz yazıb. Sonra sinifdəki şagirdlərin deyir hər birində 4 nəfər, həm də hər birində 6 nəfər olmaq və qruplara ayırmaq mümkündür. Aşağıdakılardan hansı sinifdə şagirdlərinizə həm 4-ə, həm də 6-ya bölünən ədəd? Bəli, C variantı düzdür. Bunu düz yazıblar. Parkda deyir eni 8 metr, uzunluğu 10 metr olan düz bucağı şəklində oyun sahəsinin ortasında şahmat oynamaq üçün kvadrat formalı meydança düzəldilmişdir. Oyun sahəsi şahmat meydançasının kənarlarında qalan hissəsinə mərmər döşənmişdir. Neçə kvadrat metr sahəyə mərmər döşənib? Aşağılar, bunun ümumi sahəsi neçədir? 8 vur 10 bərabərdir 80. Şahmatın sahəsi nə qədərdir? S bərabərdir 4 vur 4, yəni eninin uzunluğuna vururuq 16. 80-dən də 16 çıxırsız bərabərdir qalacaq 64. Yəni nə qədəri mərmər döşənib? 64, yəni D variantı. Sonra bir torbada deyir 10 qırmızı və 90 qara top var. Təsadüfi olaraq torbadan bir top çıxarılır. Çıxarılan top haqqında deyilən fikirlərdən hansı doğrudur? Çıxarılan top çox güman ki, qara rəngdə olacaq. Bəli, bu düzdür. Elə aşağılar bizdən hansı variant lazımdır? Elə A variantı. Çıxarılan top çox güman ki, qırmızı olacaq. Xeyr, çünki ən az elə qırmızıdır. Çıxarılan topun qırmızı rəngdə olması mümkün deyil. Niyə ola bilər? Çıxarılan top çətin ki, qara rəngdə olsun. Niyə? Elə ən çox qara rəng var. Bizə də doğru istəyir elə variant. Arif dayı yarmarka gətirdiyi fındığın yarısını birinci alıcıya, 40 kiloqramını isə ikinci alıcıya satdı. Bundan sonra onun 30 kiloqram fındığı satılmamış qaldı. Arif dayı yarmarkaya neçə kiloqram? Bax, 40 kilosunu alıcıya verib, 30 kilosu da satılmamış qalıb 70. Deməli, bir yarısı 70-dirsə, o biri yarısı da 70 bərabərdir 140. Yəni, hansı variant uşaqlar burada? B variantı. Yəni, cavab B-dir. Yoldaşınız onu orada səhv qeyd edib. Sonra keçək. O bir suallara. Deyir təsvir əsasına unluq kəsdirməyə. Neçə dənə unluq var? Tam unluğum, yüzlüyümüz var. 2 tam unluğumuz var. Bu birisində də nə qədərdir? 10, 20, 30, 40, 44. 2 tam %44. Bəli, uşaqlar düz yazıb. Dərzi bir don tikmək üçün 6 metr parça işlədir. Bir şalvar tikmək üçün bundan 2 dəfə az parça işlər. Baxın, dona 6 metr, şalvara isə 4 metr. Dərzi 5 don 5 şalvar tikmək üçün ümumilikdə nə qədər parça işlədər? 5 dənə dondursa 30 metr, 5 dənə də şalvardırsa 20 metr, 30-un üstə 20, 50 metr. Nəyəsə səhv qaçırmadım ki, bir dəqiqə. Görək, tələsməyək, bir də oxuyaq. Deyir, bir don tikmək üçün 6 metr. Bax, 6 metr dona tikir. Şalvar tikmək üçün bundan 2 dəfə az. 3 metrdə şalvardır uşaqlar. 2 dəfə az. Bu da şalvardır. 5 dənə şalvarın 30 eləyəcək. 5 dənə də, daha doğrusu 5 dənə donun 30 eləyəcək. 5 dənə şalvarın 15 eləyəcək. O da ikisi bir yerdə neçə eləyir? 45 metr parça. Bəli, düz yazıb yoldaşınız. Sonra 39. Deyir, tarazlıqda verilmiş. Bu A variantındakı suallardan çox gümanlı eynidir, həmin sualdır deyəsən. Tarazlıqda olan tərəzinin bir gözünə qarpız və armud, digər gözünə isə eyni olan 3 ədəd çəki daş qoymuşdur. Hər şey olar. 2100-dürsə, 3 dənə də çəki daş varsa, birinə 700 qramdır. Deməli, bir çəki daşı 700 qramdır. Və səndən də elə onu istəyir. Bəli, elə D variantı yoldaşınız düz yazıb. Deyir, tarazlıqda, tarazlıqda, yenə tərəzinin gözündə, buraya baxın. Bu biri sualda, yəni 40-cı sualda bir dənə çəki daşı
deyək ki, qarpızın ayrıqda kütləsi 1800-dür. Aha, uşaqlar, bura 1800-dürsə, bura da 1800-dür. Bayaq biz qarpızı artıq yuxarıda qarpızla armud bir yerdə 2100 idi. 2100-dən 1800 çıxanda 300 qalır. Deməli, armud 300-dür. Armud da 300-dürsə, bu hamısı bir yerdə 1800 idi. Deməli, 1500 ananasın çəkisidir. Bu şəkildə də yazırsınız. Sonra keçirik növbəti suala. Növbəti sual 41-ci sualdır. Deyir ki, AOBC nöqtələr bir düz xətt üzərində yerləşir. AB parçası mərkəzi O nöqtəsində olan çevrənin diametridir. AB parçası diametridir. Və AB mərkəzi olan çevrə nöqtəsində olan çevrənin bir düz xətt üzərində yerləşir. AB parçası mərkəzi O olan nöqtəsində olan çevrənin diametridir. BC 7 sm. Mən də deyirəm bu şərtdə bunun sonrakı nə yazıbsan demək demiş. BC 7 sm. Daşalar BC 7-dir. Elə yoldaşınız da burada qeyd edib. Baxın B-dən C-yə 7-dir. Radius da 3-dür. Radiusumuz 3-dürsə, burada 3-dür. Onda bu nə qədər olur? Bura 9 o 6 olur. Daha doğrusu 3 üstü 3 6. AC parçasının uzunluğunu istəyir. AC 6 üzrə 7, 13. Bəli, uşaqlar A variantı düz yazıb. Deyir, icra 14:50-də başladı və 4-də 1 saat. Aşağıda 42-ci suala baxıram. 4-də 1 saat, 1 saatımız 60 dəqiqədir. 60-a bölüb vururuq. O da neçə eləyir? 15. 15 dəqiqədir 4-də 1 saat. 14:50-də başlayıb, üzərinə də 15 dəqiqə gəlirsən, neçə elədi? 65, 14, 65. Bu artıq 1 saatım 60 dəqiqədir deyə bunun içində də 1 saat var. 14 idi, indi oldu 15:05. 1 saat 5 dəqiqədə 65-i neçə eləyir? 1 saat 5 dəqiqə. 14:50-nin üstə də 1 saat 5 dəqiqə gələndə 15:05 eləyir. Yəni ki, C variantı uşaqlar. C. Burada cavab C-dir. Sonra 43-cü suala baxaq. Deyir, mağazaya hər birində A kiloqram olmaqla 4 yenşik alma, B kiloqram 15 yenşik armud gətirildi və deyir ki, bunun ümumi kütləsi, bəli uşaqlar bunu düz yazıb, B variantıdır. Ulduzları müəyyən edin deyir. Bax, 3 dənə artdı. Sonra yenə 4 idi. Neçəsi artıb? 3, 5 dənəsi artıb. Yenə burada da İndi sənə 4-cü şəkil istəyir. Burada artıq 9 idi. Üzərinə 7 gələndə neçə eləyir? 16. Burada yoldaşınız səhv yazıb. Çünki orada olacaq 16. Yəni D variantı uşaqlar. Tək-tək artıb. Tək 1, 3, 5, 7 görürsünüz. Tək-tək üzərinə gəlib. Yenə bu A variantındakı suallardan eyniyyət təşkil edir. Bu sual deyir 12 litrin yarısı 6 litrdir. 6 litri 3 litrik qaba tökəndə 2 dənə banka belə lazım olur. Digər yarısı da 6 litrdir. Artıq 500 millilitrlik deyəndə litri millilitrə çevirəm. O deyir 6000 millilitr. Onu da 500-ə böləndə nə düşür? 12 banka da buna lazımdır. Və sənin nə qədər banka lazımdır? İkisi buna, 12-si də buna. Nə qədər eləyir? 14 dənə. Yəni, uşaqlar hansı variantdır? C variantı. Sonra keçək bura. Bu birisində də cavab burada D variantı idi. Digər A variantının izahı ilə eyniyyət təşkil edir. Buraya baxaq indi. Deyir ki, 47-ci suala baxaq. Şəms bütün şəkərbura və paxlavaları 6 qaba düzdür. Hər qabda 2 ədəd şəkərbura və 3 ədəd paxlava oldu. Şəms qablara ümumilikdə neçə də şirniyyat düzdür. 6 qabdır, 2 dənə şəkərburan, 12 dənə şəkərbura, 6 qabdır, 3 dənə paxlavan, 18. 18, 12 neçə eləyir? 30 dənə şirniyyat. Bəli, yoldaşınız bunu düz yazıb. Sonra deyir, mağazada 73 manat alış-veriş edən müştəri 21 manat nağd ödəniş etməlidir. Qalan kartla ödəmək istəyir. Bəli, uşaqlar, bu da eynən A variantındakı sualdır. Burada da 52 manat, 73-dən 21 çıxırsınız. 52 manat qalacaq. Verilmiş bölmə əməlində A və B-nin yerinə hansı rəqəm yazılmalıdır? 987-ni bölüb 18-ə. 98-in içində 18, 5 dəfə olanda 90. 87-in içində də 18. Burada neçə dəfə olacaq? Bircə dəqiqə. Burada 37 imiş uşaqlar. Mən də deyirəm ki, neyəsə. 37-in içində də 18, 2 dəfə. 36, bir də qalıq qalır. Deməli, B-imizin yerində
B-mizin yerində 6, A-mızın yerində də 5. Yəni ki, bəli uşaqlar, bunu artıq düz yazıb A variantı. Sonra keçək buna. Deyir, bağçaya 2 hissə ayrılmışdır. Birinci hissədə hər sırada 24 ağac var. Baxın aşağı, 24 ağac var, 15 sıra. O birisində də 11 ağac var, 30 sıra. Bunu deyilir 330 dənə ağac. 24-ü də 15-ə vuranda neçə eləyəcək? Bir dakika ki, 24-ü 15-ə vuranda 240 eləyir ona vuranda. 24-ü də 5-ə vuranda 5 də 4, 20, 120 də bu eləyir. 360 da bu eləyir. Bunları da toplayanda 360 birindədir, 330 da birində 690 eləyir. Yəni ki, C variantı uşaqlar bunu artıq səhv hesablayıb. Sonra 50 aldığı kitab, bu da yenə A variantındakı sualdır uşaqlar. Bunu da o birisi videoda izah etmişəm. Burada da doğru cavab C variantıdır. Sonra burada hesablayın deyir. Yenə hesablayaq. 5 tam 6 çıxaq 2 tam 3. Çıxma topuma deyə eyni qayda ilə soldan sağa doğru hesablayırıq. 3 tam 3. 3 tam 3-ün üzərinə də 1 tam 2 gəlirik. O deyir 4 tam onda 5. Yəni D variantı. Yoldaşınız bunu düz yazıb. Digərdə bunda dedik ki, 2 hissəyə ayırırıq. 2 hissəli fiqurların sayəsi kimi kvadratdır. 3 hissə vurduq 9. Bunda eynin uzunluğuna artıq 10 idi. 3 gedib, bura 7 qalıb. 3 də buraydı. Bunda sayəsi neçə edir? 7 dəfə 4, 28. 28 bu 9 da bu neçə edir? 37. Yəni D variantı uşaqlar. Sonra 54-cü sual. Bu da yenə oradakı izah, əvvəlki videoda izah eləmişəm. Düz yazıb D variantıdır izah. Sonra keçirik buna. Bu da yenə eyni qaydada dedik ki, tam dairənin ölçüsü neçə idi? 360 dərəcə. Onun da 60 dərəcəlik olduğuna görə 60 dərəcə dilim şəklində böldüklərinə görə 6 uşağa bölüblər. Yəni ki, burada da C variantı düz yazıblar. Keçək bu birisinə 56-da. Deyir ki, idman meydançasının oyun zonası uzunluğu 90 metr, eni 45 metr olan düzbucaqlı formasındadır. Oyun zonası sayəsini tapın. Yəni uşaqlar enini uzunluğuna vururuq. 90 vur 45. 9 əvə 5 45, 5 yaz 4 yada 9 əvə 4 36, 4 də yadda 40. Bu sıfırdan yana gələndə 4050 metr kvadrat. Yəni uşaqlar elə bunu da düz yazıb A variantı. Baxaq indi bu biri digər suala. 57-ci suala. Deyir, yarışdan əvvəl meydançanın oyun zonasının kənarları ağ boya ilə yenidən xəttlənməlidir. Bir qap ağ boya ilə 50 metr uzunluğunda xətt çəkmək mümkündürsə, bütün oyun zonasının kənarlarını bir qat xəttləmək üçün ən az neçə qap boya alınmalıdır? Hə, uşaqlar. Deməli, qaldıq ki, burada deyir ki, yarışdan əvvəl oyun meydançası 90-40. Bunu hər tərəfdən ağ xətt ilərsə, biz məcbur demişik, hasar çəkəndə də, belə olanda da perimetrini tapırıq. 90 üzərinə 45 gəlib, vuracaq 2-yə. 90 üstə 45 gələndə edəcək 135. 135 də 2-yə vuranda 200, bizə dəqiqə 2 dəfə 2 dəfə 5, 10, 2 dəfə 6, 7, bəli, 270 edir. İndi bizə nə deyir sonra? Deyir ki, kənarına yenidən xəttlənmə bir qab ağ boya ilə 50 metr uzunluğunda xətt çəkmək mümkündürsə, bütün oyun zonasını, yəni 270 metri də böləcəm 50 metrə. 5 dəfə 250 eləyir. Burada da qalır 20. Artıq bölünmədiyinə görə burası 0. Bu deyir ki, 5,4 qab boya lazımdır uşaqlar. Burada artıq cavab 5 yox, 6 dənə qab götürəcəklər. Çünki qabın biri çatmayanda nə edəcək? Yarımçı qoymayacaq, gedib bir dənə də qab alacaq. 5 dənə qab alıb, bir dənə də 6-cı qab alacaq. Onun 4 hissəsini istifadə edəcək. Nə olsun ki, deyərsə müəllim yarımçı qab, amma burada cavab 6 qab götürüləcək. Sonra keçirik 58-ci suala. Deyir ki, Ayanın əlində 10 ədəd aşıq var. O bütün aşıqlarını istifadə edək. Abaq üzərində rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədəd düzəltdi. Neçə dənə daş olar? 2, bizə dəqiqə 2, 4, 6, 2, 4, 6, 8, 10 dənə əlində bunun aşıq var. Və Ayan abaq üzərində hansı ədədi düzəltdi deyir. Aşıqlardan istifadə edərək abaq üzərində ədəd düzəldir. Rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədəd. Bunun 7 dənə 2, 4, 6,
saydım, unuttum sayılarını. 2, 4, 6, 8, 10 dənədir. Burada deməli bütün şeylər, bu niyə 7210 yazır? Ayın abaq üzərində hansı ədədi düzəltdi? Hə uşaqlar, ayın ərində 10 ədəd aşıq var. O bütün aşıqlara nisbətən abaq üzərində rəqəmləri müxtəlif, ən böyük 4 rəqəm. Uşaqlar, şu an sual şərti mənə heç də çox da mənə yaxşı gəlmədi. Necə ki 10 ədəd aşıq var. Yəni bu rəqəmləri cəmi 10 ilə düşünüləndə həqiqətən onda uşaq düz yazıb 7, 2, 1, 10, 3, yəni həqiqətən də 10 eləyir. Onda bu cavabı götürə bilərik. Amma məncə yazılsaydı rəqəmlər cəmi 10 daha yaxşı olardı. Bu da yenə A variantındakı sualı göstərir. Deyir kuboid formalı akvarium ölçüləri yenə həcmini tapırıq. 30 vur 10 vur 40. Bu deyəcək 12.000 santimetr kub. Onun da 4də biri neçə eləyir? Digər videoda da hesabladıq ki 9000 santimetr kub. Yəni burada artıq cavab 9000 santimetr kub olmalı idi. Sonra keçək, deyəsən bitdi axırıncı sualımızdır. Fevral ayında bu da yenə A variantındakı sualdan eynidir. Amma yenə qısa izah edək. 56 manatdır. Onun qaza xərclənən 7-də 4 hissəsi idi. 56-nı 7-yə bölürük 8-ə, 4-ə vururuq 32. İşığa xərclənəndə 56-nı vururuq yenə 7-də 2-yə 8, 8-də 2-yə vuranda 16. Nə qədər çoxdur deyəndə elə 16, 32-dən 16 çıxır 16. Bunu da səhv yazıb uşaqlar. Elə 16 olmalı idi. Belə bu qədər. Aşağıda yorum hissədə neçə düz, neçə səhv etdiyinizi təxminən qeydlər edərsiniz. Sağ olun, salamat qalın.